Avropaya və ya başqa bir ölkəyə səyahət etmək və mümkün qədər çox şəhər görmək istəyirsiniz. Amma yanlış planlama ilə vaxtınızı və enerjinizi boşuna itirirsiniz. İdeal səyahət istiqamətini necə qurmaq lazım olduğunu sizə addım-addım göstərəcəyik. Getdik. Əgər 10 günlük bir səyahət planınız varsa, ölkələr və ya şəhərlər bir-birinə maksimum dərəcədə yaxın olmalıdır. Məsələn, Paris, Brüssel, Amsterdam marşrutu bir-birinə kifayət qədər yaxındır və rahat səyahət üçün ideal seçimdir. Amma Madrid, Berlin, Roma kimi uzaq şəhərləri birləşdirsəniz, bu sizə vaxt və enerji itkisinə səbəb olacaq. Səyahətiniz daha maraqlı olsun istəyirsinizsə, yalnız böyük şəhərlər deyil, fərqli atmosferə malik kiçik qəsəbələr və yerləri də əlavə edə bilərsiniz. Məsələn, Roma, Florensiya, Venesiya hamısı tarixi şəhərlərdir. Amma Roma, Toskano, Koma gölü və Venesiya istiqamətini seçsəniz, səyahətinizdə həm tarixi, həm də təbiəti gözəl olan şəhərləri birləşdirə bilərsiniz. Və yekun olaraq səyahət istiqamətimizi seçərkən şəhərlərin bir-birinə yaxın olmasına, mövsümə uyğun olmasına və fərqli təcrübələr təqdim etməsinə diqqət edin. Bəs siz hansı şəhərləri birlikdə səyahət etməyi düşünürsünüz? Şərhlərdə yazın, ən yaxşı marşrutu sizə təklif edək.